Salam, hörmətli müəllimlər. Mən fizik tərbiyə müəllimi Elçin Əliyev. MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün idman oyunlarından futsal mövzusu haqqında əsas məqamları qısa izah edəcəm. Dərsimizə keçməmişdən əvvəl qeyd etmək istəyirəm, onlayn dərslərimizə qoşulmaq istəyənlər oktyabr 1-i dərslərimizi başlayıb. Dərslərimizə qoşulmaq üçün 055 318 0354 nömrəsinin WhatsApp-ına yaza bilərlər. Hörmətli müəllimlər, biz futsalda duran toplardan bəhs edək. Künc bölməsində, yan xəttdə, künc bölməsində top hərəkətsiz vəziyyətdə yerləşdirilməlidir. Bu zaman rəqib bizdən minimum 5 metr ara məsafə saxlamalıdır. Hakimin işarəsindən sonra top 4 saniyədən gec olmamaq şərti ilə oyuna daxil edilməlidir. Fikir verək, top künc bölməsində hərəkətsiz vəziyyətdə yerləşdirilməlidir. Topa zərbə indirdikdə, o aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır. Qeyd. Topun künc bölməsini tərk etməsinə ehtiyac yoxdur. Yəni ki, oyunçu hakimin işarəsindən sonra topa ayağını toxundurdu. Top hərəkət etsə də oyundadır, etməsə də oyundadır. Küncdən zərbə zamanı birbaşa qol qeydə alınır. Əgər top künc zərbəsi zamanı rəqibin öz qapısına, topu daxil edən oyunçunun öz qapısına gedərsə, qol qeydə alınmır. 2022-ci ildə müəllimlərin işə qəbulunda futsalla bağlı, künc bölməsi ilə bağlı bizdən fikir soruşurdu. Orada belə bir fikir var idi ki, top künc bölməsində hərəkətsiz vəziyyətdə yerləşdirilməlidir. Topa zərbə indirdikdə və o yalnız aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır. Əslində bu variant cavab çəkildir. Çünki biz bayaqları qeyd etdik. Topa zərbə indirdikdə, o aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır. Qeyd, topun künc bölməsini tərk etməsinə ehtiyac qalmır. Yan xəttdən baxaq. Top xətt üzərində hərəkətsiz vəziyyətdə yerləşdirilməlidir. Futsala top oyuna ayaqla daxil edilir. Bu zaman rəqib bizdən 5 metr ara məsafəsi saxlayır. Hakim işarəsindən sonra 4 saniyədən gec olmamaq şərtinə oyuna daxil edilir. Yan xəttdən birbaşa qol qeydə alınır. İkili toxunuşdan olar ki, qol qeydə alınacaq. Amma birbaşa yan xəttdən rəqib qapısına vurulan qol qeydə alınmır.